Gözüm üstə yazırıq. Həll eləyirik. Yarıdırıq. jQuery ilə. jQuery ilə də olar. jQuery-siz də olar. Ürəyiniz. Əla. Nə? Fail alt eləmişim. Mən ona basanda, qırağa basanda. Onu fail alt eləmişim. jQuery-ni niyə başa düşmürsünüz? İçində dollar olan hər şey gözəldir. 24. Bu papkamız boş idi. Bundan davam edək. Millət, tam diqqət bura istəyirəm. Çünki tez-tez yazmaya çalışacağıq, bacardığımız qədər. Libraf. Deməli, mən sizə demişdim ki, gedin kataloq yazın. Sağ olun, belə baxanda yarıdıb gəlmişsiniz. Yəni, yarıdanınız da var, yarıdanınız da var. Tənbəllik eləyib yatağınız da var. Amma ki, pis deyil, normaldır ümumi vəziyyət. Yəni, yazmışsınız. Gifti ilə, özünüz, əllə çox da fərq eləmir. Yəni, front-end developer üçün ekranda bir şey varsa, deməli, nəsə yaza bilir. Başqa mənbədən olsun, öz mənbəsindən olsun. Ki, özünüz yazmağınızı Giptdən götürsəz də onu başa düşməyinizi tövsiyə edirəm. Yəni, Gipti sizə verir, create element, append child, üstünə nəsə basır, add event listener, buradan klik, oradan filan peşməkan. Onu başa düşməyinizi istəyirəm. Yaxşı. Ən azından. Datanı özünüz qurdunuz, yoxsa? Allah. İndi mən sizə biraz daha rahat yol verəcəm. Əslində, məsəl üçün, Azər demək olar, mən dediyim yolla yazmışdı. Bəs Azər datanı kim bölüb? Özünün, Gipti? Hə, tamam, əla. Ekrana kim vurub? Süpersən. Hə, üstünə hover eləyəndə və s. olmur. Hə, tamam, onu da həll edərik. Çox bir əsas bunu yazdınsa, onu eləmək asandır. Yəni, çünki səndə buradakı sözlərlə eyni temalar, kitabdakı kateqoriyaların içində varsa, bir dənə sənə ad ötürmək lazımdır, qutardı getdi. İndi birinci olaraq, gedək bir dənə. Biraz Tailwind'li, CSS'li zadlı hamısını qaçıq yazaq. tailwindcss.com deyildin sən. Çünki tailwindcss.com. Tamam. Buradan, burada var da get started hanı. Buradan bir dənə CDN'imiz. Play CDN. Bunu bir dənə bura. Bu qədər sadə. Ondan sonra gedirəm bir dənə balaca bir nav var. Navların içində olacaq məndə bir button katalog. Bu navların class, flex, justify nə? Between-də yansın. Prosto bunun içində də bir dənə şey olsun, container olsun. Container, primary bunun içine yazıram, mx. Autozad yazıram, py yazıram. 20 piksel yazıram. Nə? Justify. Ondan sonra buna da bir dənə class yazıram. Bıcı. Red yazıram. Text white yazıram. Ondan sonra p 10 pikselin 30 piksele yazıram. Rounded 15 piksel yazıram. 20 piksel yazıram. Can sağlığı. Tamam. Kataloqum burada var. Mən istəyirəm ki, buna basanda üzrü sayılaşdır. Bura basan kimi bir dənə nə olsun? Pop-up açılsın. Tamam. Onda bir dənə də gedirəm. Pop-up yazıram. Məndə main hissəm olacaq. Burada bir dənə divim var. Tamam. Amma ki, bu divin bir dənə
pop-up'ın arxasında bir dənə də yer olmalıdır. Çünki bizdə bilirsiniz necə, məsəl üçün buradakı kimi baxırıq, pop-up açılır, bağlanır, tamam bu süper. Amma görürsüz arxası belə qaranlıq fondur. Buna basanda da istəyirik ki, buna basanda da bağlansın, iki cəhətli olsun. Ona görə fikirləşərsiniz ki, 100% ki, bunun çölündə də bir div var. Bəli, həqiqətən elədir. Ona görə bir dənə divdə, məsəl üçün, burada bir dənə outset deyə bir divim var. Tutaq ki, bunun ID-sinə outset verirəm. Tamam. Outset deyə bir divim var. Bunun klasına artıq verərəm fixed. Tamam. Outsetimi bu arada şeydə təyin edəcəm. Bunun background'unu transparentsada eləyəcəm. Termitlə onu. Background transparent var. Termitdə. Background. Hər şey var sizdə. Background opacity. Background'un opacity-ni da. Yəni. Changing opacity. Normal opacity. Bridges. Ciddi. Yaxşıdır ki. 50% tutaq ki da. O deyir ki, belə tire 50% qoyanda bridge baxaq da. Onda bir dənə məsəl üçün outset-ə class yazıram elə. Tutaq ki, səhər yazıram ki fixed olasan, fixed olaraq ekranda qalasan. Background-un olacaq black. Tamam. Bir də sağ ol. Inset 0 bilirsiniz. 10 piksel. Inset 0 görürsünüz nə edir? Bir dənə bunu inset 0-ı saxlayım. İndi bir dənə bunu bucu block necə deyirdi? Belə deyirdi, belə deyirdi, hə? O. Qəşəng. Gördünüz? Normal. Hə. Bunun opacity transparency olur da belə. Hə. Inset 0 bizdə qıraqlardan hər tərəfdən 0 buraxır. Bu top 0, right 0, left 0, bottom 0-ın qısaldılmış halıdır. Tamam. Inset 10 yazsaz, 10 var burada. Tutduz temanı, nədir məsələ? Hə. 20 yazsaz, 50 yazsaz getdiklə balacalaşır. Biz 0 yazırıq. Birbaşa olaraq bu burada qalır. Və indi kataloqa basanda bizdə bunun içində bir dənə də nə olmalıdır? Div ID pop-up olmalıdır. Tamam. Hə. Bunun artıq klası width olmalıdır. Olsun 90 sən ol, height ol 80, 90 VH, 80 VH, nə bilim nə. Bunun içində. Bir də ki, bunun bir nəsə verməliyik da. Relativ versəm. Bir də ki, bıcısına white versəm. Relativ götürək. Gördük. Hə. İndi bunu ortaya gətirin bir dənə relativi. Tamam. Ondan sonra absolute harda dayanır? Elə o da burada dayanır. Deyək ki, relativi. Sən topdan deyəm ki 10 VH. Tamam. Leftdə 50%. Amma şeyi də mənfi eləməliyəm da. Translate belə eləyirik. Bilmirəm ki. İnanmıyorum. Yox. Haha. Mənfəlli, belə eləyim. Onda promote topu da bundan verim. 50%'dən verim. Transform, translate necə yazılır ki, bilirəm ki. Transform, translate. Bir dənə transforma baxaq da. Nə? Translate 6, mənfi translate 6'da 1. Nədir bu? Translate X, translate Y. O text transformdur. Mərkəzləmək üçün transform centerlə. Baxın. Transform 3 number qoysan da.
Translate mənfərli mənfəət. Hər halda belə olmur da. Onda bunu belə eləyək. Tamam. Şu. Olsun iki tərəfdən də mənfərli mənfəət. Düzəldi. Düppədüz mərkəzdədir yəni. İndi buradan bir dənə də bunun içindən olmalıdır. Bir dənə button olmalıdır. X bu da ki təxmini olaraq klassa var bir dənə. Class. Bir dənə də symbol zad götürmürəm da. Özür eləyərsiniz. Bu cireddən P nə bilim 10 pikseldən, 10-dən, nə bilim belə. Hadi yansın özü üçün burada. Sağ. Tekstdəki olsun. Nə? Fərqi nədir olsun lap belə. Lap buradan bas, lap oradan bas. Saytda onsuz da prinsipi mən sizə öyrədirəm ki, saytda onsuz da burada baxsan hamısı bağlayacaq, tamam. Hamısına eyni kod yazsan tutur da. Mən sizə öyrədirəm ki, həm X-dan bağlayın, həm də normal bağlayın. Tamam, fərqi var, yox. Text white. Tamam. İndi bir dənə buna da verməliyəm ki, nə? Absolute, bir dənə top tutaq ki 10 piksel, right-da 5 piksel, nə bilim mən. 10 piksel, 15 piksel. Tamam. Həm buradan olsun, həm buradan olsun. Padding 10 piksel, 15 piksel. Aha. İndi bunu kataloqa basanda açılmalıdır. Kataloqa basanda açılmalıdır. Buna basanda bağlanmalıdır. Tağılan indi birinci. Nəyə basanda? Kataloqa basanda açılmalıdır. Kataloqun nə olmalıdır bizdə? Bir dənə 10 kliki. Bu olmalıdır. Handle, pop up. Olsun belə. Eynisindən harda olmalıdır? Olmalıdır harda? X buttonda. Düzdürmü? Bunda handle pop up olmalıdır. Bunun içinə nə geçsin? True geçsin. Bunun içinə false geçsin. Burada gəlsin desin ki, const nə? Biz out setimizi müəyyən edirik. Const out set bərabərdir. Document nöqtə get element by id nə? Out set. Bir də eyni şəkildə tutarım nəyimi? Pop up'ımı. Ondan sonra gözəl şəkildə deyirəm ki, nə deyirəm? Deyirəm ki, əgər function handle pop-up mənə gəlir bura status. Deməli, mən də out setimin nöqtə style nöqtə display bərabərdir. Çünki mən out setimi bağlasam, onunla bir yerdə pop-up'ım da bağlanırmı prinsipi? Bağlanar da yəqin ki. Out setin style display bərabərdir. Əgər mənə status true gəlirsə, block gəlmirsə, money. Tamam. Lap flex də deyə bilərsiniz. Ürəyiniz nə istəyir. Aydın oldu. Onda statik olaraq nə verərsiniz? Gedib. Bəs indi bir dənə qırağa basanda məsələsi qaldı. Qırağa basanda məsələsi nədir? Biz nəyimizin üstünə klikləyirik? Out setin üstünə klikləyirik. Out setə gedib 10 klik də yaza bilərsiniz. Ya da ürəyiniz istəyir yaza bilərsiniz ki, const outset nöqtə outset belə niyə yazdım? Outset nöqtə belə yazım da add even listener belə də yaza bilərsiniz ki, klik eləyəndə, buna klik eləyəndə bir dəfə də bununla yazın. Sadəcə bizim bir dənə eləməli olduğumuz şey yoxlamaqdır ki, bizdə outsetin üstünə klik eləyəndə bu pop-up'ın içərisindədirmi? Aydın oldu. Bizdə kliklədiyimizi tutmaq üçün hansı eventdən istifadə edirdik? Tamam, bunun bir event olur da. Event nə idi? Nöqtə. Target deyə bir şey var idi. Bilmirəm, yadınızda deyil. Target bu HTML elementinin özünü verirdi birbaşa. Mən deməliyəm ki, əgər məndə mənim
pop-up elementimin içində contain. Əgər e.target varsa, yəni ki, outset, tamam. Bu varsa nə olur? Bağlanır. Tamam. Bura məsəl üçün desəm ki, outset display. Bax. Hə, gözlə. Display bərabər nə olsun? None. Tamam. Burada olmalı. Amma deməli mən nə deməliyəm bir dənə? Aysa. Pop-up'ımın içinə vurmuşamsa demək idi bu. E.target. Yəni da içinə klik eləmişəmsə, contain event.target saxlayır özündə pop-up. Üstünə target eləmişəm. Amma bu deməkdir ki, pop-up'ımın üstünə target eləməmişəm. Başa düşdünüz? Baxıram. Tamam. Bu şəkildə bunu yaza bilərsiniz. Ondan sonra biz tullandıq bura. Gəldik bura. İndi bunu necə yazacağıq? Tamam. Görürsünüz ki, burada kitab var, bədii ədəbiyyat var, qeyri-bədii ədəbiyyat var və s. da. Tamam. Bu. Getdim deyirəm. Bir dənə const katalog datamız var. Nə? Ha. Yox. Yəni da elə məsələ o da datanı yazmağı öyrədəcəm sizə. Ki necə qurun da ki çıxarda biləsiniz. Məsələn çətin strukturla da yazan var, asan strukturla da yazan var. Kategorik data var. Tamam. Bunun içində nə ola bilər? Kitab, bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat, elektronika. Amma kitabın içində də bir dənə subkateqoriya ola bilər. Aydın oldu. İndi biz bunu şey olaraq yaza bilərsiniz. Ki bunu yazdım. Buradan bir dənə qoydum, yazdım ki kitab. Tamam. Bunun içi bir array olsun. Bunun içində də bədii ədəbiyyat olsun. Və digərləri. Yaxşı, bədii ədəbiyyatın alt kateqoriyasını necə yazarsan onda? Qalır da, yəni sən artıq kitabı buradan birini key olaraq tut, bədii ədəbiyyatı value olaraq tut. Bu biraz qəlizləşir. Mən tövsiyə görürəm ki, datanı strukturlu şəkildə qurasınız. Məsəl üçün, mənim burada kateqoriyalarım var. Tamam, bu kateqoriyalarımın adı nədir? Neyim? Adı nədir? Kitab. Tamam, kitab. Kitabın subkateqoriyaları var. Onda bunun bir dənə də nəyi olsun? Bu nə olacaq? Array olacaq, düzdürmü? Array'in içində yaxşı, indi sən bunu desən ki, array'in içində subkateqoriya var, bədii ədəbiyyat və nə bilim bundan sonra var nə ədəbiyyatı? Qeyri-bədii ədəbiyyat. Qeyri-bədii ədəbiyyat. Yaxşı, bunu belə yazsam, bunun özünün də subkateqoriyaları var axı. Onu harada yazacağam? Harasında içindən? Düz deyirsən əslində içində. Mən bir dənə sizə şey verim. O da məsəl üçün olmalıdır. Nə kimi? ISO. Bir dənə də obyekt. Yəni ki, array'imizin içində bir dənə də obyekt aça bilirik. Niyə açmayaq ki? Array'in içində gəlib deyərəm ki, subkateqorinin içində yenə məndə var. Nə? Name. Saç üzməyə getmişdim. Kef deyiriz. Tamam. Yok, kofetsi olar. Name. Tamam. Name bədii ədəbiyyat. Bax, bundan yazdım. Şşt. Sən kütlü ilə yaz. Bu. Gör başa düşsən. Tamam. Yəni o deməkdir ki, əsas başa düş. Yəni o deməkdir ki, pop-up'ın bu üstünə klikləyəndə deməkdir. Nida da qoyuram ki, əgər pop-up'ın xaricinə klikləyirəmsə, bundan elə fiso qutardı getdi. Yəni başqa bir şey yox. İndi datam. Name kitabdır, subkateqoriyaları var. Düzdürmü? Subkateqoriyalarında nə var? Name, bədii ədəbiyyat. Subkateqoriyası var bunun. Nədir?
Katek. Bunda da var. Və bu yenə nədir? Array-dir. Düzdürmü? Artıq bunun içində yazmağa ehtiyac olacaq bir dənə də obyekt. Yox. Artıq bu statik olaraq subkateqoriyalardır. Bunun da içərisi yox. Bunu da statik olaraq yazarsınız bura ki nə? Antologiya, biografiya, dedektiv, fəlsəfə, kino, teatr. Biografiya, dedektiv, vıydı bu. Fəlsəfə, kino, teatr. Tutaq ki, bəsimizdir. Kino, teatr. Tamam. Yazdınız. Tamam. Artıq bunun altı ilə necə olacaq? Subkateqin içində kitabın başqa subkateqləri var. Varmı? Onları da düzəlsiz. Bədii kitab, bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat. Yaza bilərsiniz bunları. Yox, o artıq kitabındır. Kitab, bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat. Olsun da, olsun. Olan şeydir. Bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat. Yola verək, LibreOffice. Qeyri-bədii ədəbiyyat, bədii, uşaq. Qeyri-bədii uşaq. Qeyri-bədii uşaq. Vəsə. Bunun da içindəkiləri biraz dəyişdirsək, ailə akademik aşpazlıq var burada. Ailə qoy. Akademik qoy. Aspazlıq. Aspazlıq. Hə? Komik macəra nağıllar. Nə deyir o? Nağıllar. Hə. Valla videoya baxanda adam pişirə bilmir, qaldırırsın. O əlin şeyir, belə yumurtalı 4 dəfə baxırsın. Başı var. Ailə, dini, dəb, fəlsəfə, heyvanlar. Birinci heyvanlar. Fəlsəfə var, dini. Bəsimizdir. Tamam. Nə oldu? Datamız artıq gözəl şəkildə dayanıb. Bax, bir dənə də istəyirsiniz, bunu da aça bilərik, məsəl üçün. İçində bununla belə aça bilərik ki, ehtiyac olmadığını düşünəməsində. Operəni istəyir, bu şəkildə deyilək. Tamam. Nə ilə? Buradan. Shift Alt F bu dəqiqə eləmir onu. Format dokument eləmir, görürsünüz. Amma bunu belə ata bilərəm. Ondan sonra da bunu belə ata bilərəm. Ata bilmərəm. Belə ata bilərəm. Gördünüz? Necədir? Yox, bomba. Asıl. İndi bunu gedib qaldı ekrana çıxartmağımız. Düzdür? İndi kataloqun içini biz biraz bölək. Biraz da sərgələşdirək. Bax, gül kimi kataloqda bizdə hani o bizim pop-upumuz. Pop-up. Ne burada? Matını da zadında yazmışıq. Buradan girişəcək buna. Biraz buna deyim ki, sən rounded 20 piksel qəşəng görsəniz. Tamam. Ondan sonra da bunun içine gedib bölürük. Neylərə? Hərdə ISO kollar. Yəni bunun içində bu hissə var. Bir dənə bura baxın LibreOffice'da. Bura var, bir də bura var. İndi bizdə bu qədər yoxdur. Bunları 25-25 bölək, bunları 50% eləyək. Hə. Kopya da, hə. Gridlə o da olar. Grid çox xoşlanmıram, ona görə yazmam. Hə. Deyirəm ki, nə? 3 dənə. 3 dənə div, ISO. 3 dənə div və yaxud 3 dənə uli. Uli. Tamam. 1, 2, 3. Aydın oldu. Gəlib deyirsən ki, bunlar olacaq nə? Məndə flex olacaq bunlar. Aydın oldu. Ondan sonra yan-yana olacaq. Yəni bunların class width olacaq. Bu olacaq 25%, bu olacaq 25%. Bu olacaq 50%. Bunları da görək deyə zaten şey yox deyə görmürük. Bir dənə buranın color'ını gələk verək də ora. Ki o divin içini görək. Nə olar ki? Gördünüz?
Bir dənə bu ortadakına deyirəm ki, bu cür. Belə eləsəm dibləri də görərəm. Ayso. Vəsə. Qəşəng şəkildə bölündü bizdə. Bizə bu lazım. İndi buranın içinə birinci kateqoriyalar, buranın içinə sub kateqoriyalar, buranın içinə sub kateqoriyalar gəlməlidir. Gözəl. Gedib deyirəm ki, birinci function bu leylərin içinə də indidən şey deyim. Flexlərini qoyum, alt-alta gələcək. Flex call, düzdürmü? Ondan sonra gap də verərik bir 10 piksel. Tamam. İndi gedib deyirəm ki, function print kateqoriyalardır. Kategori olsun belə. Bunları birinci tutmalıyam. Bunlara bir dənə ID verərəm. O nədir elə? Kategori. Öz-özünə eləyir millət, mənlik deyil. ID verərəm. Deyərəm ki, nə? Siz olasınız, sən olasan Categ section, sən olasan subcateg, catseg, subcatseg, catseg. Subcatseg. Ay Allah. Qəşəng. Bunun üçün də adlarını götürürəm. 1, 2, 3. Tamam. İndi bunun üçünü də burada təyin edirəm ki, nə ilə? Get element by ID ilə. Birinə bunu qoyacağam, birinə bunu qoyacağım, birinə də bunu qoyacağım. Aydındır. Sıxıcı yerlərdən işim qutardı. İndi keçirəm bunların içini vurmağa. Birinci nəyin içini vurmalıyıq? Buranın. Tamam. Bura hansıdır? Catseg. Düzdürmü? Datam nədir? Cat data. Nə eləməliyəm cat datanı? For each eləməliyəm. Düzdürmü? For each'in içindən nəyi vurmalıyam? Name'ini vurmalıyam. Gedək eləyək. Deyirəm ki, print categ bizdə categ data, cat data nöqtə for each. Tamam. Ondan sonra book da deyə bilərsən, item da deyə bilərsən. Item obislərin adı cat-matdır deyə bir dənə də cat yazmıram ki, bura qarışmasın da aləm bir-birinə. Katların içində qalmayaq. Adı neydi onun? Catseg. Birinci kolum. Catseg nöqtə nə? Inner HTML, create element. Sakiftin dili ilə. Bilməzsiniz ha, inner HTML yadınızdan çıxar. Flis bərabərdir. Flis bərabərdir yazırıq bura. Li. Nə getməlidir içinə? Item nöqtə neyim? Tamam. Nöqtə yazsın çıxır orada. Bir də məndə olmaz nədir? Özün məndə. Olan şey. Deyə buradadır. Gül kimi deyəm. Tamam. Bir dənə də qabağına item name'in qabağına verirəm. Bir dənə span. Buradan bir dənə simbolcuzu. Nə? Sağ ox. Arrows. Buradan bir dənə sağ oxanı. Bu yaxşıdır. Bundan idi oradakı. Əşi olsun da. Tamam. Bundan da bir dənə bundan qoydum. Çox bir şey deməyəcəm. Deyəcəm ki, class. Flex. Justify. Between. Tamam, bəsindir. Item center deyilək ki, eyni hizada dursun. Bir də ki, buna müəyyən qədər padding də verə bilərsən ki, qıraqdan, aşağıdan, yuxarıdan var zaten. Bir 2 pikseldə
5 piksellik də olsa pis olmaz. Bir də qıraqlardan 20 piksellik dayansın. Ya Tamam. o oku hover edəndə qırmızı olur. Hı. Onu Nə deyir o? Hə, oxu vurur. Hə, onu da eləyərik. Nədir? buna hover edəndə ok qırmızı olur daha. Hə, əşməndə hamısı qırmızı olsun. Hover. Text. Red. Şu. Bəsimiz. Hə, indi bu yazdıq. Bu çıxdı. Tamam. İndi bunun üstünə gələndə çıxmalıdır bunun nəyi? Sub kateqoriləri. Bunun üstünə gələndə nə deməkdir? Tamam. Bir dənə baxaq. On mouse yazan kimi on mouse enter var burada. Bu da o işə yarayır. On mouse move yox. Up var, o işə yarayır. Ondan sonra on mouse ən belə işə yarayanı on mouse over'dur burada. Tamam. Bunu yazanda on mouse over yazanda, yəni birbaşa bu deməkdir ki, mouse-la üzərinə gələndə bu işləsin. Mən gəlib buna deyirəm ki, sən linin üzərinə bu deyilmi? Book'un üzərinə. On mouse over eləyəndə mənim print sub işləsin. Aydın oldu. Function print sub. Yaxşı. Bu hardan bilməlidir ki, Şahin saçdı. Bu hardan bilməlidir ki, hansının sabını Buna çıxartmalıdır. göndərdiniz item'ı da göndərdik. Sağ ol. Getdin dedin ki, item nöqtə neyim? Nəyin içində? 100%. Bax, bu dəyişən deyil amillə. Ondan sonra gəldim buradan sabı tutdum. Tamam. Birinci gedib nəyi deyirsən? Bax, birinci indi yenə bu göndərmişsən kitabı buradan. Datanın içindən gəlib kitabın olduğu obyektin subkategorini tapmalısan. Ki onu mapləyəsən. Tamam, lap ondan elə, lap məsələn find'dan elə. Yox, ondan niyə eləyəsən ki? Ondan eləməzsən. Ondan eləməzsən. Şey olsaydı, ümumi array yox, ümumi bir obyektin içində olsaydı, deyərdim, hə, salam verir ki, sən deyən. Hə. Amma ki, indi bizdə burada əlimizdə var kitab. Biz buradan götürməliyik subkateqi. Neyi eləyərik? Kat datanın içindən axtararıq neyimi kitaba bərabər olanı, obyekti. Bu obyektimi əlimə götürəndən sonra subkateqini istifadə edərəm. Hı? Deyirəm ki, yox, kateq data, kat data. Nöqtə nə? Xayır. Item. O kimdir? Item nöqtə neyimi bərabər olan nəyə? Saba. Tamam. Log. Bunu bir nəsə bərabərləsək zor olar. Nə bərabərləyir? Bizim obyektimiz də. Tamam. Tamam. Burada həmin o tapdığımız obyekti ver. Nəydə verir? On mouse over'da. Gördünüz? Nə gəldi? Kitab gəldi. Bu gəlibsə bizə, bu obyekt gəlibsə, bunun subkateqini necə istifadə edərəm? Nöqtə, subkateq, nöqtə. Dayanın. Hələ ekrana vururuq. Nöqtə, subkateq, nöqtə. Ekrana vurma. For each. Şu qutarı ki. İndi. Bu şey hamısını nereye işlemer deyir ki. Eşlamaz, eşlamaz. Yola düşəcək. Obyekt, nöqtə nə? Inner. Abi üstə deyil, nereye işlemer. Hə. Nöqtə, ay Allah, neydi? Deyən görün. Subkateq. Hə. Nöqtə for each. Qalan da bu da. Prinsipi. Hə? Eyniliyini basmırsan içinə. Bastım getdim. Bu printi indi bunu şey eləyərik. Print sub-subkateq. Hə, print sub-sub. Hə. İndi bunu göndərdin, getdi. Ha, cut-sec bu ikinci kolma vurmalıyam bunu, düzdürmü? Sub-cut-sec. Ayso, hə. Baxıram. Hop. Gəldi. Tamam, gəldi. Gəldi. Yox, biz siz bir dənə bunun görüntüsü xoşuma gəlmədi. Mən də dərdimə bax bir dənə.
Bunun ulesindən qəpi var. Qəpini yığışdırıb padding verməyin tərəfdarıyam hal-hazırda. Mənə niyə gözüm görmür? Bunlardır. Yandım ay aman. Ha, düzdür. Bunun liklərinə biraz 20 pikselin 20 pikselə artırmaq tərəfdarı. Yes, bunlar nə? Ay aman, ay aman. Onlar düzələcək, narahat olma. Onlar bəli, olan şeylərdir. Hə. UL-nin özünə də padding verərdik gərək. UL-nin özünə şey yox, padding. Buna 10 piksel qalsın elə. Tamam. Buna əslində buna qəpdə versiya olardı, amma buna şey verək, padding verək. Təşlərdim budur bu dəqiqə. Başqa hər şey həll olur. P, Y, 10 piksel. Əl vurmuram inşallah. Niyə belə oldu? Bunun arasında şeyler getdi. Ha, ekran nasıl olur? 20. O, bu kimdir? Ha, bura səhvə. Aa, bura da gəlib düşüb bu. Görsünüz. Ha. Hə. Tamam. Gəldi çıxdı bunlar bura. İndi buna da basanda, bunun üstünə 10 mouse over eləyəndə nə çıxmalıdır? Sub katek. Tamam. Hə. Yəni ki, indi də nəyi göndərərik buradan? Sub kategi göndərim buradan. Məsəl üçün bədii ədəbiyyatı. Tamam. Amma artıq mən necə tapım? Necə buna çata bilərəm datamın içindən? İndi o basit polisin içində yazmırıq, sun işarətində dəyişmir. Hə. İndi də Hə. onun sub kategorini polis eləyəcəklər, onu göstərəcək. Sub kategorin tamam. Mən deyirəm ki, bax məsəl üçün buradan indi sub print sub yazdıq. Bax getdim, yazdım ki function print sub. Tamam. İndi bunun içindən mən gəlib tuturam sub'ımı. Sub'ımı daha doğrusu. Sub'ımı. Tamam. İkinci də bir dənə də alt kateqoriyanı. Bunu tuturam. Tamam. Item.name məndə nədir? Bədii ədəbiyyat. Mənə gəlir buradan bədii ədəbiyyat. Aydın oldu. Mən deyirəm ki, mən bədii ədəbiyyatı datanın içindən necə tapım? Cut data. Ha, tamam. Const denən obj bərabərdir. Cut data. Item. Yenə eyni şey, hə? Item.bərabərdir sub. Item bax, sən gəzəndə item bu olur. Tamam. Itemın içində name var? Kitab. Sənin kitabın bunların içindən birinin sabına bərabər ola bilər? Yox. Düzdürmü? Ona görə biz nə etməliyik? Artıq prinsipi baxın, biz dediyimiz məsəl üçün backendçilərin qurduğu şemalarda qurduğu prinsipi mən deyirdim ID saxlama məsələsi. Bu temaya oxşar məsələdir. Artıq səndə məsəl üçün bu subkategori nəyə aiddir? Bir buna aiddir neyim bədii ədəbiyyata. Bir də nəyə aiddir? Tamam. Çünki artıq biz buradan tək bunu yollamalı deyilik. Həm də nəyi yollamalıyıq? Kitabı da yollamalıyıq. Kitab bizdə nə idi? Var idi bizdə kitab əlimizdə. Prinsipi bununla bir yerdə nəyi də yollayaram? Çünki sabı tapmasam, sabın içindəki kateqoriyanı tapanmaram. Sabı. Düzdürmü? Mən birinci gəlib deyirəm ki, mənə bir sub gəlir, bir də sub gəlir. Tamam. Birinci sən mənə tap saba uyğun olanı. Tamam. Saba uyğun olan artıq mənə nəyi verir gəlib? Bunu verir. Tamam. Bunun içində də bunun sabın
kitabın sub kateqorisinin içində də gəzib sub-saba bərabər olanı tapsam, tutdun, həll olur. Başa düşürsünüz, məsələ nədir? Mən başa düşmədim. Deməli deyirəm ki, const bir dənə də sub-obj. Artıq nəyin içində gəzirəm? Obj nöqtə çünki artıq tapdığım obyekt budur. Nöqtə sub kateqorinin içində gəzib bunun name'inə bərabər olanı tapmalıyam. Düzdürmü? Mən buradan göndərdiyim sub hansına bərabərsə, sub kateqorinin içində gəz, item name bərabərdir sub. Tamam. Ekran çıxardaq görək nədir. Konsol. Tövbə. Tamam, bu 2 dəfə çıxmayına fikir verməyin düzələcək. Obj.subcategory is not a function. Çünki yəqin ki obj deyə bir şey tapmayıb. Baxaq. Obj nə gəlir bizə? Obj gəlir. Kitab. Sub-obj. Kitab nöqtə. Millət forçimiz anı. Həqiqi. Forç deyirəm, findimiz anı. Yes. Düzdürmü? Çıxardır. Aysa. Bir dənə də sub-obj çıxardır indi. 1, 2 çıxartdı bədii ədəbiyyat. Altında var array. Nədir? Sub-kateqori. Sub-kateqori nədir? Artıq bunlar. Üçüncü yerə hara çıxartmalıyam? Bunun sub-kateqorini. Gəlib yenə deyirəm ki, eyni məsələ. Tamam. Artıq obj yox, sub-obj nöqtə sub-kateqori for each. Düzdürmü? Sub-kateqori sağlam ol. Item burada artıq bu print sub-mabı silirəm. Mouse over. Bura artıq nə çıxmalıdır? Item name. Baxın. Bunun hal-hazırda sub-kateqori nöqtə sub-kateqorini çıxardırıq ekrana. Bu item nöqtə name'dir, yoxsa itemların özüdür? Ay, sağ ol. Tutdunuz məsələn. Burada artıq item nöqtə name lazım deyil. Çünki artıq bunun da ayırmamışıq 2-yə, 2 dənə ki və s. və s. Onun da sub-kateqori yoxdur. Gəl deyirəm ki, sən, oy. Bir də ki, nə? Sub-kateqori. Sən gördünüz. İkinci. İndi siz bu nədən asılıdır? Hər dəfə mouse üstünə gələndə, hər dəfə print eləyir. Hər dəfə üstünə gələndə, hər dəfə üstünə print eləməmək üçün birinci içini təmizləyib, sonra print eləyərəm. Məntiqlidir. Deyərəm ki, Bir dənə çıxardı, ən azından o qalır. tamam, onu da həll eləyərik. Onu da mouse alınmayacaq. Ehtiyac yox. Mənim. O sənsən. Nətər dedim? Sən əziyyət xoş deyirsən. Qutarır, gözlə. Qoymaram. Otur. Hamısının içini təmizlədim, sonra vurdum. Problem var. Düzdür? Problem var. İndi deyir ki, bura qaydanda bunun qalmağı. Sən deyərsən ki, bura qaydanda nədir? Bunun mouse overi deyil. Bunu mouse over eləyəndə buranı
Amma Hə. onun üstünə getmirəmsə, sadəcə çıxıramsa, ay sonra. Necə? Bax, kitabın üstünə getmirəmsə, sadəcə qayıdıram dala. Mən istəyirəm, çünki sayt deyilədir. Hara qayıdıram mən? Bura. Gəlsinlər, bu sabqat qoyuyorlar. Hə. Aha, düşməsin. İndi çıxın, ağ yerəcək. Hə, buradan çıxanda Kitabın şeyini, ay sonra bədiyyə devlətini çıxsın. onu Mən mouse aldım. yox, mouse'la eləməyəcək. Sən bundan mouse'dan demirsən ki, Bunların hamısı. bunlardan mouse'dan olanda bunlar əlavə reset funksiyonu yazmışam ki, mən bunların sistemini təmizlədim. O qədər detallı istəyirsənsə ola bilər. Hə, buradan bu tərəfə gedəndə. Olar. Əslində hə, o olmasaydı rahat yolu buydu. Print sabın. Genəlməyinə bax. Mouseover hansı idi? Buranı gəlib deyərdik ki, subcat nöqtə bu bərabərdir bu. Gəldi. Hə, buradan qaydanda hə gedir. Hə, amma sən demiş, bura qaydanda getməyəcək. Hə, target məsələsi ilə eləmək olar. Fırladıram yəni. Başqa dedim. Bundan hə. Oba, bundan eləmək olar bax. Yəni bu UL-dən qırağa çıxıb eləyəcək. Bir dənə Tamam. Gözlə. Bunu dəymə. İndi biz prinsipinə içində yazmalıyıq bunu. Bura basanda amma qırağa nəyin üstə olmalısı olur olanda. O məsələ var da. Öyrəş dediyindən fərqli yazmaq çalışıram. Bunu yaza bilərik. Əgər UL-dən qıraqdadsa, tamam, həmin UL-nin targetında deyilsə, nə deyə bilərəm? Buranın inner HTML-ini bağla. Aydın oldu. Amma hara klik eləyəndə, ümumi olaraq bunun üstündə olanda. Ümumi olaraq məndə pop-up nədir? Pop-up, hanı pop-up? De burada da. ISO. Pop-up'ın üstünə 10. Olmasa rəşq üstü ilə gedərik. 10 mouse over deyəndə reset sub. Tamam. Bunu deyirəm ki, function Tamam, get. Onsuz da əsas səsini qurtarmışım. Pop-up contains, pop-up yox. Artıq bizdə nə? Sub. İkinci, subcategory, subcategory, sec. Contains target deyilsə, nəyin inner HTML-i? Ya Allah. Gözlə. Tamam. Nədir? Target funksiyanı buradan göndərməmişəm. Heç sən göndərməmişəm. Belə tutmursan sən nöqtə pop-up nöqtə mouseover yazım gərək. Pop-up gözlə. Qutardım elə. Pop-up nöqtə gərək belə yazım sən. 10
Ay Allah. Burada nə var bizdə? Baxaq görək. Drag over. Key down. Mouse. Tamam. Mouse enter. Mouse leave. Mouse over. Ay sağ ol. Bu dəfə də problem çıxartma. Bu nədir? Düz yazma baksana. Target'e düzgün gönderme. Bir mötezensizde olmalı değil, değil mi? Nə yazmışam? Oo. Tamam. Mən buna vergül qoymalıydım. Buradan mötərizə qoymalıydım. Nə səhv yazdıq? Add evaluation mouse over. O bile mötezensiz. Ayda. Bu mötərizəni səhv yerdə bağlamışam millət. Bu mötərizəni burada bağlamalıyam. Yəni 10 klikdən add evaluation çöndəririk. Nədir? Subcategory. Subcategory bizdə hansıdır? Bu UL'miz deyil. Subcategory. Contains a target. Contain deyilsə. Subcategory in nation. Əslində düz yazmışıq da. Nation tutmursan. Bura UL'nin içi gedir. Düz deyil əslində. Əslində işləyir ayda. Amma bir dənə indi bunda. Millət daha ən yaxşı şeydir. Bunun üstü oldu. Bunun. Rəşid yox, bunu şey deyib bizə. Başqa bir dənə dostum deyib. Düzdür. Yəni burada əlavə yazmalısınız ki, bura gələndə getməsin, nə bilim, bunun ölçüsünü təyin eləməlisiniz. Prinsipi buna bir dənə də mən kimi mərdimazarlıq eləməyib. Ya statik olaraq bunun üstünə gələndə bunu ləğv eləyərsiniz. Tamam, belə. Ya bunun üstünə gələndə bunu ləğv eləyərsiniz. Oturun. Durun dedim. Oturun. Otur da. Ya bunun üstünə gələndə bunu ləğv eləyərsiniz, ya da birbaşa buna bir dənə mouse over'dan əlavə nə qoyarsınız Rəşid? Mouse down. Mouse down. Heç nə. Sağ olun, sağ salamat.